Azad ərazilərdə yenidən qurma və bərpa tikinti işləri sürətlə aparılır. Bununla yanaşı böyük qayıdış da davam edir. Sakinlər öz doğma yurtlarına qayıdırlar. Onların işlə təmin olunmaları da diqqətdə saxlanılır. Eyni zamanda özünü məşğulluq proqramları icra edilir. Bu çərçivədə Laçında növbəti dəfə bir qrup sakinə aktivlər paylanılıb. Planım belə hələ ki indi öz evimizdə, öz yerimiz var. Orada məşğul olaq. Ondan sonra inşallah Allahın köməkliyi ilə işimiz genişlənsin, işimizi böyüdək, Laçın sakinlərimizə qulluq eləyək. Mən özüm köhnə Laçının Şirniyyat çəxicisi olmuşam. Ona görə də çox sevinirəm ki, köhnə günlərimizi davam elətdirərik. Sevda xanım deyir ki, 30 il öncəki şirniyyatların tamını yenidən dadmaq istəyir. Bu avadanlıqlar vasitəsilə də un məmulatları istehsalı artıq daha da rahat olacaq. Dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik biznesini qurmaq istəyənlər üçün də şərait yaradılır. Avtoçilingərlə məşğulam, özüm ustayam, 15 ildir fəaliyyət göstərirdim Ağcabədi rayonunda. Hal-hazırda indi 1 il 2 aydır Laçına köç etmişik. Çox şadam ki, bu günlər mən burada avtoçilingərlə öz sənətimi davam etdirəcəm. Özünü məşğulluq proqramı ilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb. Onlardan biri də elə Natiq ustadır. Laçınlılar onu yaxşı tanıyır. 2024-ün may ayının 9-undan köçmüşəm. Bir müddətdir ki, fəaliyyət göstərirəm. Hər şey yaxşıdır, hər şey gözəldir. Şükürlər olsun yenə vətəndəyik. Çoxdan ki arzumuz idi. Arzumuza qovuşduq. Qısaca, Laçında təkcə evlər yox, iş yerləri də açılır. Sakinlər təkcə yaşamağa yox, işləməyə də qayıdırlar. Çünki həyatın davam etməsi üçün iş də lazımdır, çörək də. Rəhilə Rafiq qızı Xalid Əliyev, Vüsal Məmmədzadə, ASTV xəbər.